Relyeflə bağlı bir anlayışdır. Yəni relyef inversiyası da adlana bilər. Bu necə yaranır? Yaranmasının əsas səbəbi dağın zirvəsindəki soyuq havanın dərəyə doğru enməsi, dərədəki isti havanın isə zirvəyə doğru qalxmasıdır. Bu necə baş verir? Gecə saatlarında gündüzə nisbətən gündüz deməli günəş doğur və yer səthi isinir, amma gecələr yer səthi sürətlə soyuyur. Buna görə də dağın zirvəsində soyumuş hava dərəyə doğru enir. Soyumuş hava ağır olduğuna görə dərəyə doğru hərəkət edir. İsti hava isə yüngül olduğuna görə yamaç boyu dağın zirvəsinə doğru qalxır və nəticədə dağın ətəyində soyuq hava olmuş olur, zirvəsində isə isti hava olmuş olur. Amma biz demişdik ki, əslində dağın əməyindən zirvəsinə doğru temperatur azalmalıdır. Burada isə əksinədir. Buna görə də bu adlanır oroqrafik inversiya. Advektiv inversiya isə soyuq və isti hava kütləsi qarşılaşdığı vaxt soyuq hava kütləsi ağır olduğuna görə aşağıya enir və isti hava kütləsi təbii ki, yüngül olduğuna görə yuxarıya qalxır. Bu zamanda yenə də temperatur inversiyası baş verir. Çünki aşağıda isti hava olmalıdır, normalda yuxarıda soyuq hava olmalıdır. Amma advektiv inversiya zamanı soyuq hava ağır olduğu üçün aşağıya enir, isti hava isə yuxarıya qalxır. Bu adlanır advektiv inversiya. Son olaraq radiasiya inversiyasını sizə başa salacağım. Deməli, radiasiya inversiyasının yaranmasının əsas səbəbi gecə effektiv şüalanma yolu ilə səthin soyumasıdır. Və bu tropik səhralar üçün daha xarakterikdir. Çünki tropik səhralarda gecələr effektiv şüalanma olduğuna görə səth həddindən artıq soyuyur və gecələr çox soyuq olur. Gündüzlər isə həddindən artıq çox isti olur və bu zaman temperatur amplitudu yüksək olur. Temperatur amplitudası nədir? Ən yuxarı temperaturla ən aşağı temperaturun fərqinə temperatur amplitudası deyilir. Həm sutkalıq, həm də illik amplituda ola bilər. Sutkalıq amplitudada gün ərzində, yəni sutka ərzində ən yüksək temperaturla ən aşağı temperaturun fərqi tapılır. Bu olur sutkalıq temperatur amplitudası. İllik temperatur amplitudası isə il ərzində ən isti ayın orta temperaturu ilə ən soyuq ayın orta temperaturu arasındakı fərq. Radiasiya inversiyasında əsas sutkalıq amplituda əsas götürülür və tropik səhralarda nəyə görə belədir? Tropik səhralarda sutkalıq amplituda yüksək olur və aydın və bulutsuz hava olduğuna görə gündüzlə gecə arasında temperatur fərqi böyük olur. Əslində effektiv dedik ki, radiasiya inversiyası gecələr effektiv şüalanma yolu ilə səthin, yəni yer səthinin soyuması nəticəsində baş verir. Effektiv şüalanmada harda hava aydın və bulutsuzsa, orada daha çox olur. Və tropik səhralarda hava aydın və bulutsuz olduğu üçün gecələr effektiv şüalanmada təbii ki də çox olur və bunun da nəticəsində gecə hava həddindən artıq çox soyuyur, gündüzlər isə çox isti olur və beləliklə sutkalıq amplituda yüksək olur. Buna görə də radiasiya inversiyası baş verir. Deməli, gecələr dedik ki, effektiv şüalanma ilə yer səthi soyuyur və sürətlə soyuyur. Bunun da nəticəsində yer səthinə yaxın olan hava təbəqəsi yuxarıdakı hava təbəqəsinə nisbətən daha soyuq olur və beləliklə də aşağıdakı hava yuxarıdakı havaya nisbətən soyuqdursa, bu zaman inversiya baş verir. Temperatur amplitudası üçün bir misal çəkmək istəyirəm. Tutaq ki, gecələr -2 dərəcə olur. Havanın temperaturu, gündüzlər isə 30 dərəcə olur. Bunlar arasındakı fərq belə hesablanır. 30 çıxılsın -2, o deyilir 32 dərəcə. Amma məsələn, bu səhra üçün çəkdiyim bir misal idi. Yəni tropik ərazidəki hər hansı bir səhra üçün çəkdiyim məsələ idi. Tutaq ki, normal iqlimə malik bir ərazidir. Gecələr temperatur olur 17 dərəcə, gündüzlər isə olsun 22 dərəcə. Bunlar arasındakı fərq isə 22-dən 17-ni çıxırıq, eləyir 5 dərəcə. Gördüyünüz kimi tropik ərazilərdə, tropik səhralarda temperatur amplitudası daha böyük olur. Və yəni burada sutkalıq amplitudadan danışırdım, təbii ki də illikdən yox. Sutkalıq amplituda nə qədər böyüdürsə, iqlimin ərazisi də o qədər kontinentaldır. Kontinental yenə də dediyim kimi gündüz çox isti olması, gecə isə çox isti olması. Yəni gündüzlə gecə arasındakı temperatur fərqinin çox olmasıdır. Amma illik temperatur amplitudasına baxsaq, illik temperatur amplitudası ekvatorial ərazilərdə daha azdır. Mülayim enliklərdə isə daha çoxdur. Çünki ekvatorial enliklərdə il boyu sabit bir
temperatur şəraiti olur. Yəni temperatur arasında maksimum və ekvatorial ərazilərdə il boyu hava isti olur. Amma mülayim ərazilərə baxsaq, mülayim enliklərdə fəsillər aydın müşahidə edilir. Yəni ekvatorial enlikdə il boyu hava isti olurdusa, mülayim enliklərdə qışda çox soyuq olur, yayda isə çox isti olur. Buna görə də deyirik ki, mülayim enliklərdə illik temperatur amplitudası çoxdur. Və sutka ərzində ən aşağı temperatur səhər gün çıxmazdan əvvəl, ən yuxarı temperaturu isə günortadan 2-3 saat sonra olur. Bundan başqa su və quru arasında da temperatur fərqləri mövcuddur. Su quruya nisbətən daha gec qızır, amma gec soyuyur. Quru əraziləri isə tez qızır və tez də soyuyur. Yəni suya nisbətən. Və su dedim ki, gec qızır, gec də soyuyur. Bu səbəbə görə okean sahilindəki ərazilərdə iqlim yayda sərin və rütubətli olur. Qışda isə mülayim və yenə də rütubətli olur. Yəni su səthi gec qızır, istiliyi özündə daha çox saxladığına görə gec də soyuyur. Buna görə də deyirik ki, qışda mülayim ərazilərdə hava mülayim olur. Yəni su səthi qoymur ki, həmin ərazi çox soyusun. Yayda isə su səthi imkan vermir ki, hava çox isti olsun. Yəni hava sərin olur. İl ərzində ən aşağı temperatur şimal yarımkürəsində quruda yanvar ayında olur, suda isə fevral aylarında müşahidə edilir. Ən yuxarı temperatur isə quruda iyul ayı, suda isə avqust aylarında olur. Cənub yarımkürəsində havanın orta illik temperaturu şimal yarımkürəsinə nisbətən daha aşağıdır. Bunun da səbəbi Antarktida materikinin cənub yarımkürəsində yerləşməsidir. Temperaturla bağlı son olaraq orta illik temperaturun nə olduğunu sizə deyim. Orta illik temperatur orta aylıq temperaturlar cəminin il vahidinə nisbətidir. Yəni 12 aya bölünür. Orta aylıq temperaturlar toplanır və 12-yə bölünür. Beləliklə də orta illik temperatur alınmış olur. Orta illik temperatur göstəricisinin azalması ardıcıllığı belədir. İlk ən çox ekvatorial enliklərdədir. Daha sonra tropik enliklərdə, mülayim enliklərdə, ən az isə qütb ərazilərindədir. Ekvatorial enliklərdə orta illik temperaturun ən yüksək olmasının səbəbi il ərzində burada temperaturun bərabər paylanmasıdır. Yəni il ərzində demək olar ki, temperatur çox da dəyişmir. Ən yüksək və ən aşağı temperatur arasındakı fərq 3-5 dərəcə olar.